Sağ ol. Salamlar, necəsiz? Bu günləri yoldaşımın ad günüdür. Onun üçün süfrə hazırlayacağam. Axşam inşallah anamla nənəm də gələcək bizə və görək süfrəmiz necə alınır. Ben milföy xəmirindən belə içi ətli olan pirajkilər hazırladım. Sonra biraz artıq qaldı xəmir. Ondan da formada içərisində şokolad olan belə şeyler hazırladım. Bunun adı nə gedir bilmirəm. Mini kruasan da demək olar, amma kruasan belə olmur da, biraz fərqli olur. Sonra belə julyen hazırlamışam. Julyenin qaymağı, göbələyi, toyuğu hamısı yerində, duzu istiyotu. Bunu qoyacağım biraz pişsin orada. Sonra üstüne biraz pendir tökeceğim. Sonra tezden pişireceğim. Bu da hazır olacak. Mən 2 dənə hazır şirniyyat almışım. Dondurulmuş şirniyyatdır bunlar. Katmerlə, burma kadayıf. Bunları bu günləri yoxlayacağım. Görüm necə alınır. Birinci bunları eləmək istəyirəm. Çünki biraz da balıq qızartacağım orada. İstəmirəm ki şirniyyatın iyi ilə hopsun balıq. Yoxsa birinci balıq eləyərdim, sonra bunu düşünürəm ki biraz iyi gələ bilər. Ay, nə çıqqılıdır bu? Şərbətli. Birinci gəl bunu eləyək. Açım buradan. Birinci kadayıf eləyək. Deməli, bunu koyacağım. Üstün kağızını açmaq lazım. Bilmirəm. Deməli, altına pişmə kağızı koyuyorum. Birdən tökülür bir şey olar. Bu tökülmə ehtimalı yoxdur. Şərbəti çünki sonradan tökəcəm üstünə. Amma hər ehtimala onu da katmeri pişirəndə də lazım olacaq. Elə əvvəlcədən qoyulur. Belə qoyaq. Əzək. Açaraq qoyuruq. Yeməmsinizsə mütləq yeyin. Amma bunun dadını düzdür bilmirəm necədir. Bunu 2 dəfə də ısınıram. Amma günaydında yemişəm, çox dadlı olur kadayıf. Belə bir şeydir. Görürsünüz. Belə bir şeydir. Oy, düşdü əlimə. Bunu mütləq sınayın. Qoyuruq belə. Sonra nə edirik? Yağ varmış içində. Elə yaxşı ki bunu qoymuşuq. Yağı tökülsə en azından bu kağıza tökülsün. Belə. Böyle bir isinsin o. Yaxşı isti olsun. Məncə qızdı. Gəlin bunu qoyaq bura. Hadi inşallah üzümüzü qaraq. Çok hündür olur. İfadeye değer yanar. Baxın, içərisində də pişir. Bu arada mən bunu dəyişdim. 200, gəlin 20-yə qoyaq. Çünki 240 məncə çoxdur. Heç vaxt 240-da pişirmirəm heç nəyi. Qızarmağa başlayır yavaş-yavaş. Tam qızarsın, onda üstünə çıxartacağım, şərbət tökəcəm. Bu arada gözlərimi dəhşət yandırır, acışdırır. Bilmirəm niyə, kağızdandır, nədəndir. Amma ki çox belə gözüm bütün yanır. Her zaman qonaq gələndə ən birinci etdiyim şey bu dəsmallarımızı dəyişməkdir. Dünən də dəyişsəm, bugün də dəyişsəm, qonaqdan əvvəl mütləq bu dəsmalları dəyişirəm. Qonaqlar təzə dəsmaldan istifadə eləsinlər. Onsuz da demək olar tez-tez dəyişirəm, amma bu günlər mütləq dəyişməliyəm. Nə deyirəm? Nə içəsən burada? Dəhşət gözü yandırır bu. Mənə demişdi ki, yağını deyəsən bunun suyu elə yadında qalır. Olmaz elə. Baxın. İçində yağı var. Süzüm bunu. Öncədə də çox deyil yəni yağı. Mən süzməkdə öncə bunu. En yaxşısı mən bunu nənə nimçə götürürüm. Koyun bura. Gəl bunu da qoyaq pişməyə. Bunları ikisi yerləşər. Bir-bir yerləşəcək. Bu yəqin ki düşünürəm ki biraz şişməlidir içərisində. Bunu indi belə qoyaq. Görək necə olur. Bunu yoxlayaq. 2 dənə çıxdı içindən. Bunu yoxlayayım, sonra o birisini eləyəcəm. Gösterdim size ben bunu. Gösterməmişəmsə göstərim. Belə bir şey alınır. Düzdür bilməm, çox elədim, az elədim.
dedim biraz bu tərəflər уже yanmağa başlayır. Dedim birdən tamam qaralar. Şərbətini tökək. Və aldım kadayıfdan. Görüm alındıra bilsəm sizə də göstərərəm necə eləmişəm. Hamısını tökməliyəm. Bu eləlik qalsın bunun içində. Biraz suyunu çəksin özünə, şərbətini çəksin. Sonra uzaqbaşı bunu bunun içindən çıxardaram. Adi qaba qoyaram, kəsərəm, qoyaram süfrəyə. Nəysə ki, bu belə. Bu hazırdır. Katmerim bişənə qədər də gəlin, tərəvəzlərimizi doğrayaq. Bunu eləyək. Bunları yuyum. Baxın, bu da burada belə pişir. Gül kələmini doğradım, qoydum, duzlu, sirkəli, suda qalsın biraz. Qurtlar, çiklər, nəyi var tökülsün. Sonra bunu yuyacağım qəşəngcə. Balığı da qoymuşam, buzu açılsın. Onu da qəşəng qoy, katmerlərim bişsin. Ondan sonra başlayacağım bunları eləməyə. Yaxşıdır, görürsən, biraz da pişməlidir. Bilmirəm. Baxın, belə, məncə yanar, biraz da qalsın. Aralanı bağızı. Açılır. Haycan. Sen neye gülürsen hadi. Seni verene şükür. Şunu da koyak pişsin bir başta. Daha çok şeyler. Hansı üzünü koymalıydım ki? O kadar çevirdim bilmiyorum. Geçek. Üzümüzü qara çıxartma. Bunu da indi tərsinə çevirib açmalıyıq. Tərsinə çevirib açmalıyıq. Necə olacağı bilmirəm. Amma bu sənə güzel eləmişəm. Bu düzdür. Günaydındakı katmerə oxşamır. Ya mən düz eləməmişəm, ya da ki belə alır. Yəni ona oxşamır. O biraz belə şişmişdi, köpmüşdü, belə qəşəng idi. Məsələn belə alındı. Ümid edirəm ki, dadı daha yaxşı olar. İnşallah görək necə olacaq sizə. Sonra deyəcəm dadını. Bu şirini göstərim, baxama. Tutub əlində qaçır bura, qaçır bura. Yiyərəm mən bunu. Nə edirsən? Nə olub? Hə, nədir? Bu arada burada toz soğanı da saxlamışam ki, bir dənə qonaqlar gəlməmişdən qabaq. Çünki Ayaz nə oldu, yeyir, tökür yerə. Bir dənə də yeri süpürüm. Televizorunda yanıb. Şirin. Ay Şirin. Sizə buranı da göstərim. Baxın, bizim divanımız əslində belədir. Stol da qabağında belədir, stolumuz. Belə. İndi buralar belə. Sadəcə qonaq gələndə buranı bağlayıram. Belə də amma evdə açıq olur. Ayaza görə ki, Ayazı rahat uzansın orada. Sonra bu stulu da bura qoyuram ki, çünki açır buraları. Bu şkafları açır bu balaca həşərat. Bu biraz elə bil o birisindən fərqli alınıb. Şişi belədir. Bu da belə. Bunu da götürək buradan. Bu arada deyirsiniz ki, niyə belə kağızda pişirmişsən? Üstündə elə yazılmışdı. Üstündə yazılmışdı ki, kağızda pişməlidir. Hər ikisi də dondurma ilə yeyilir. İstəsəniz dondurma və ya da qayma. Amma çox dondurma qaldı olmuş. Qaymaqla mən görməmişəm açıq yerdə. Baxaq görək bu necə. Bu da söndü. Bu da bayaq kimi alınmadı. Neylədim? Belə eləyək. Dayan görüm. Ay çırıldı. Ay Allah çırıldı. Nəysə. Onlar arasına çıxardılası olmadı. Neyse ki bu alınmadı. Biraz xəşil oldu. Düzəldə də bilmədim. Burası çünki açıldı. Burada başı belə qoyaram. Yanına marojna qoymalıyıq onsuz da. Marojna qoyaram, belə servis edərəm. Daha neyim? Başqa yolunda. Biabır olduq. Çırıldı, söküldü. Yaxşı ki, heç olmasa 2 dənə idi. Bildilər ki, bacaracağım, ona görə 2 dənə qoyublar içinə. Gəlin keçək bunları eləməyə. Bura balıqları düzəcəm.
Yadıma düşdü ki, mənim Julienim də var axı. Bu Julieni qoyum bişməyə. Üstünü örtmüşdüm ki, üstünü də işini tutulmasın. Deməli, rəndədən keçirdirik. Rəndədir də Azərbaycan. Sürtgəcdən keçirdirik. Sonra biraz pişəndən sonra kaç dəqiqə qoyulur? Təxmini dəqiqəsini 10 dəqiqə eləyim. 10 dəqiqə biraz bu burada pişsin. Pişəndən sonra axıra yaxın biraz üstü qızarana yaxın görsəm ki, hələ tam qızarmasın da. Sonra üstünə bundan əlavə eləyəcəyəm. Sonradakı təzədən biraz pişsin. Üstü qızarsın və sonra da julien də hazır. Dolmam da hazır. Bir dənə qalır balıqla tərəvəzlərim. Onu eləyəcəyəm. Salatlarım da var. 2 dənə də salat eləmişəm. Məncə yetərlidir də. Başqa neyim ki? Kök salatı da eləyə bilərdim. Amma dedim artıq olar. O qədər yemək sonra qalır. Bu niyə əzirəm? Əzirəm ki, daha rahat oturdura bilim bunu burada. Məncə yaxşıdır. Görsünüz, belə. Şimdi bunun üstüne pendir dökeceğim. Böyle qəşəng. Ərsin üstündə qəşəng. Baxın, belə. Şimdi bunu qoyacağım. Biraz da pişsin. Ardından sobada tərəvəzi çox sevirəm. Çox tatlı olur. Həm xeyirlidir. Mütləq siz də eləyin. Soba yeməkləri əladır. Böyle tersine şeylerden doğradım bilmiyorum. Neyse, heyecanlanmışam biraz. İnşallah ki çatdıraram. Yemeklerimin elədiyim o bir hissələrini çox çəkməmişəm. Mesela mikro xəmirli. Ay, ətli pirajkini çəkmədim. Dedim birdən çatdırmaram. Kameranı oradan götür, bura qoy, buradan ora qoy. Biraz vaxt aparan bir şeydir. Sonra dedim ki, bunu amma dedim tez-tez eləyərəm. Sizə bir sualım var. Ad günü keçirtməyi sevirsinizmi? Mən məsələn əvvəllər uşaq vaxtı çox sevinirdim ad günüm gələndə. Həmişə qeyd eləyirdim. Mama, nənə, sonra qohumlarım falan hamısı ad günümə gəlirdilər. Sonra bir ara çox da belə həvəsli olmadım ad günü keçirtməyə. Amma ki düşünürəm, insanın ən özəl günü elə ad günüdür, doğulduğu gündür. Ona görə onu mütləq şəkildə qeyd eləmək lazımdır. Vacib deyil ki, milyon dənə adam yarasan başına. Əsas odur ki, sevdiklərin yanında olsun. Onsuz da səni sevənlər, sənin gəlirlər ad gününə, səni istəyənlər. Ona görə ad günü insan üçün önəmlidir. Elə insanlar düzdür var ki, ad günü keçirtməyi sevmir. Çalışın ki, öz ad gününüzü gözəl qarşılayın, gözəl enerjilərlə qarşılayın. Biz enerjilərlə doğuluruq. Hər birimizin başının üstündə 7 enerji olur. 7 enerji il boyu bizim başımızın üstündə fırlanır və bizim həyatımızda o enerjilərə uyğun formalaşır və bizim yaşadıqlarımız çox vaxt bizdən asılı olmur. Arkada bilməm uşağın mahnısının səsi gəlir. İnşallah ki, səsini kəsməz YouTube. Çünki YouTube'da belə bir şey var ki, arkada səs gələndə hansısa mahnının səsi ona görə kəsir. İnşallah ki, burada kəsməz. Fikirlərin ki, nə zaman biz yaşadığımız illər boyu elə illər var ki, bizim üçün çox çətin keçir. Elə illər var ki, özümüzü dünyanın ulduzu hiss edirik. Hər kəsdən o illər fərqlidir. Və o enerjilərdən də çox asılıdır həmin o ildə yaşayacağımız şeylər. Əgər numerologiya ilə falan maraqlanırsınızsa, yəqin ki, bunları bilirsiniz. Mən bir ara numerologiyaya çox maraq edirdim, dərslərdə qoşulmuşdum, həm də hesablayanda falan həqiqətən görürsən ki, çox düz gəlir. Məsələn, mənim ən çətin ilim, ən çətinliklə keçən ilim, səhv eləmirəmsə 16 enerjisinin olduğu il 2021-ci ildir. Həm nənəm xəstələndi, həm toyum oldu, həm hamilə idim, həm nə bilim, başqa nə oldu? Yəni çox şey oldu. 16 həm gözəl enerjidir, həm də çox çətin enerjidir.
arzularına çatırlar, istəklərinə çatırlar. Deyəcəksiniz, bunu necə hesablayırsan? Sizə bunu da istəsəz öyrədərəm, maraqlı olsa sizə, bilməyənlər varsa, deyərəm sizə, siz də hesaplayarsınız. Bu arada onu qeyd edin ki, enerjilərdən danışıramsa, çox qəşəng alındı. Sizə enerjilərdən danışırdım. Yəni biz 7 enerji deyirəm, məsələn 16 olduğu ildə məndə başqa enerjilərdir. Digər 6 enerji də var idi. Yəni təkcə 16-dan ibarət deyil enerjilər. Başqa enerjilər də var idi. Yəni bu sizi qorxutmasın ki, ay 16 gəldi, bir şey olar. Yox, elə insanlar o ildə uşaq dünyaya gətirir. Yəni o elə bir qorxulu bir şey deyil. Sadəcə hər kəsdə fərqli olur. Elə insan var 15-13 çətin keçir. Sizə enerjilərdən danışırdım. Maraqlı olsa hesablamaq sizə, öyrədərəm sizə. Bir enerjini öyrədə bilərəm sizə. Çünki digərlərini dərsdə keçirsən, dərsdə keçdiyimdə, yəni danışmaq düzgün deyil, düşünürəm. Çünki oyuna pul qazananlar var, o işlə hər şeydə açıq danışmaq olmaz. Bəzi şeyləri, onsuz da yəni çox adam danışır, dinləsəz də televizorda da çıxırlar. İndi hal-hazırda məşhurlar var. Mənim müəllimim də gedir türk verilişlərinə. Mən tanıdıqlarımdan ilk o Türkiyədə başlayıb dərs deməyə. Mənim hətta türk yoldaşlarım var idi. Düzdür, çox onlarla əlaqə qura bilmirəm, bəziləri ilə danışırıq falan. Amma çox belə şey deyə bilmirəm də, yəni vaxtım olmur. Belə öz işlərim, evin işləri, uşaqlar çatdıra bilmirəm açığı. Bir ara numerologiya ilə mən də məşğul idim. Sonra gördüm ki, alınmır, yoruluram, həqiqətən yoruluram. Mən bilsəz nə qədər işlər görmüşəm, nələr eləmişəm. Amma davamlı eləyə bilmirəm, çünki uşaqla çətindir, həqiqətən çox çətindir. Mən o uşaqla əlləşən anələri çox gözəl başa düşürəm. Yəni, çox çətindir. Gərək sənin köməyin olsun ki, evdə sən digər işlərini çatdıra biləsən. Mən hələ videoda çəkirəm, köməksizəm, 2 dənə uşaqla, evin işlərini də görürəm, hər şeyi eləməyə çalışıram. Yəni, bu mənim üçün həqiqətən çətindir. Mən kənardan baxan rəfiqələrim də, sonra tanışlarım da mənə deyir ki, sən necə bacarırsan da, həm YouTube'a video çəkirsən, həm onu eləyirsən, həm bunu eləyirsən, necə eləyirsən. Əslində heç mən də gördüyünüz kimi, ayaz açdı qapı. Mən də yoruluram, bəzən o qədər yoruluram, eləməyə çalışıram. Məni yorsa da, amma istəyirəm ki, eləyim. Bacardığımı eləyirəm deyə, əlimdən gələn budur, eləyirəm. Ancaq bu qədər məndə almır. İnsanın köməyi olanda, kimsə uşağa baxanda evdə, sən daha rahat olursan, başqa işlərini görə bilirsən, dayan olanda. İndi məsələn, Duyğu bağçaya gedir, ona görə biraz mənim üçün rahatdır. Ayaz da bağçaya getsə, onda biraz rahatlaşaram, başqa işlər görürəm. Amma belə alınmır heç cür. Ayazla mən ancaq belə video çəkirəm. Ayaz da ki, orada oynayır, öz üçün gəl məndən yapışır. Bir ara tez-tez video paylaşırdım. İndi də çalışıram ki, ən azından həftəyə bir dənə video paylaşım. Əlimdən bu gəlir. Çünki gecələr də məni qoymurlar bunlar yatmağa. Gecə də hər ikisi oyanır. Əl qatıb özünə. Nə danışacağım sizə? Bundan çıxır dediyim sözləri. Qocalmışam, uşaqlar. Mənim də 4 gündən sonra 29 yaşım olur. Yoldaşım da mən də Qoç bürcüyük. O aprelin 12-sidir. 93-cü ildəndir. Mən isə 97-nin 16 aprelindənəm. Aramızda 4 il, 4 gün fərqimiz var. Əvvəllər həmişə deyirdim ki, kişi ilə qadın arasında 4 il fərq olmalıdır. Çünki qadınlar daha tez, qızlar daha tez böyüyürlər də, yaş baxımından, ağıl baxımından. Tam 16 yaşda qızla 20 yaşında oğlanın beyni eynidir. Düzdür, hamıya şamil eləmək olmaz onu. Elə oğlanlar var ki, həqiqətən də ağıllıdır. Amma məktəb vaxtına fikir versəz, məktəb vaxtında qızlar daha tez, necə deyərlər, böyümüş olurlar da. Oğlanlar elə uşaq kimi olurlar. Ona görə həmişə deyirdilər ki, oğlanla qız arasında 4 yaş fərq olmalıdır. Mən də deyirdim ki, mənim bir yoldaşımla aramda 4 yaş fərq olmalıdır. Hələ
elə də oldu həqiqətən. Mənim yoldaşımla aramda 4 yaş, 4 gün fərq oldu. Yəni o qədər ürəyimdə deyirdim ki, belə olmalıdır, belə olmalıdır. Manifest deyə sözü çəkmişəm də. Yəni o qədər dedim, elə oldu. Məsələn üçün həmişə deyirdim ki, mən istəyirəm ki, bir dənə qızım, bir dənə oğlum olsun. Şükür Allaha o da oldu. Yəni bu vaxta canına istəmişəm, olub da şükür Allaha. Deyə olub. İkimiz də apreldənik. Uşaqlarımız ikisi də maydandır. Qızım Buğa bürcüdür. Oğlum isə Əkizlər bürcüdür. Əkizlər bürcü o qədər tanışım yoxdur. Təkcə desəm bir dənə qaynatam Əkizlər bürcüdür. Turalın bebisi Buğadır. Sonra başqa elə bir tanışım yoxdur Buğa və Əkizlər. Bəlkə də var, belə ağlımda qalmıyor. Məsələn, mənim anam balıq bürcüdür. Əslində, bəlkə də mənim, bilmirəm, yüksələnim və yaxud da ay bürcüm ola bilər olsun. Çünki günəş bürcü insanda doğulduğu bürcdür. Bizim bu dediyimiz bürclər var. Məsələn, mən Qoç bürcüyəm. Bu mənim günəş bürcümdür. Bir də var bizim ay bürcümüz. Ay bürcümüz isə bizim daxili dünyamızdan bəhs edir. Bilmirəm, siz belə şeylərə maraqlısınız ya yox, amma mənim üçün həqiqətən çox maraqlıdır və bunu yadımdan çıxartmamışam. Bunu hara qoyum? Uşaq dəyməsin. Mən nə deyirdim? Mənim anamın bürcü balıq bürcüdür. Anam biraz mənim duyğusal insandır. Mən ona baxmış, daha biraz möhkəm insanam. Sonra axır vaxtlar biraz düzəlib, biraz möhkəmləşib, amma yenə də olsun çox duyğusaldır. Hər şey ürəyinə salandır, hər şey dərd eləyəndir. Biraz onun belə qurban psixologiyası mənə də keçmişdi. Dedim, dur Gülarə, dur belə olmaz. Olmaz. Mənim nənəm isə Dolça bürcüdür. Dolça bürclərini sevirəm. Balıq bürclərini istəyirəm, hər bir bürcdən aram yaxşıdır. Yəni, mənim elə bir bürc seçmək kimi bir şeyim yoxdur. Yəni ki, deyim, ay filan kəslərlə yola gedirəm, yox. Elə bir şey deyil. Sadəcə insanlardan baxır ki, kimya necə. Məsələn, aferist insanlarla yola getmirəm, ikiyüzlü insanlarla yola getmirəm. Sonra üzümə gülüb danışanlarla yola getmirəm. Paxıl insanları sevmirəm. Xarakteri, Qoç bürcləri biraz şey olurlar. Yəni sözü o dəqiqə deyərlər. Necə deyim sizə? Məndə də var o. Yəni ağlıma gələn şeyi deyərəm də. O biraz bəzən yaxşıdır, bəzən pisdir. Məsələn, sözümə heç vaxt çəkinmirəm, deyirəm. Yəni o barədə şeyəm ki, kimsə mənə əgər incitsə, o dəqiqə deyərəm ki, sən filan şey elədin, belə elədin, mən filan şey görə sənə yola getmirəm. Yəni o məndə var. Biraz qoçluq var da canım. Tanıdığım qoçlar da əslində mənə elə gəlir ki, elədir, çoxsu elədir. Yəni sözü deyərlər, çəkinməzlər. Məsələn, son zamanlar çox belə sakitəm, heç nə vecimə almıram. Yəni dünya aləm vecimə deyil. Mənə gəlir ki, bu biraz da yaşla əlaqədar bir şeydir. İnsan yaşa dolduqca daha da biraz sakitləşir. Əslində bu mənim xarakterimdə sakit olmaq yoxdur. Çünki yerimdə durmayan insanam da gördüyünüz kimi. Ora qaçıram, bura qaçıram, onu eləyirəm, bunu eləyirəm. Nəsə eləməyə çalışıram. Yəni bu mənim ruhumda yoxdur. Mən dayana bilmirəm. Yəni dayansam düşünürəm ki, ölərəm də o cürə. Ona görə heç vaxt dayanmıram. Daima üstümdə əlləşirəm, onu eləyirəm, bunu eləyirəm. Mən nəsə eləməyə çalışıram. Bacardım, bacarmadım, nəsə eləyirəm. Bir məndə o sakitlik olmur. Heç vaxt sakit dayana bilmirəm. Mütləq ki, bir yerdən o enerji çıxmalıdır. Elə adam var ki, düşünür ki, mən sakit oturum, heç nə eləməyim. Belə deyil, mən nəsə eləməliyəm, mən nəsə yaratmalıyam. Mütləq nəsə düzəltməliyəm. Bilmirəm, özümü elə bir dünyaya borclu kimi hiss edirəm, insanlara borclu kimi hiss edirəm. Yəni, heç kimə borcu yoxdur, amma ki, elə hiss edirəm ki, nəsə eləməliyəm, nəsə danışmalıyam. Bildiyim nəyisə bölüşməliyəm. Elə adam var, tutalım, gizlədir. Nəsə eləsin. Adi, lap ən xırda misalı çəkim də sizə də. Qızlarda ən çox nə olur? Kosmetoloji prosedur olsun, nə bilim, sifətinə bir şeylər eləmək olsun. Soruşanda ona ki, sifətimə nə eləmişsən, nəsə dəyişilmişsən də. Yox, mən heç nə eləməmişəm. Mən nə eləmişəm, öz sifətimdir. Öz belə nəyimdir, nə bilim, nə. Amma ki, görürsən ki, sonradan xəbərin olur ki, gedib üzünə tutalım, nəsə prosedur edib də, yəni gizlədirlər. Mən məsələn nəsə eləyəndə mütləq ki, deyirəm,
Utan gözümə falan şey elədim, qaşıma falan şey elədim. Nə bilim, düz heç eləmirəm belə şeylər, amma ki, eləyəndə deyirəm. Yəni elə şeylər məndə yox. Heç nəyi heç kimdən gizlətmirəm. Nəyə gizlətmirəm? Amma elə adamlar var ki, gizlədirlər. Kiprik qoydurur məsələn bir adam. Soruşsa ondan ki, sən kipriklər axı belə uzun deyildi. Deyir, ayu, mənim öz kiprimdə, amma baxırsan ki, aralarına belə kipriklər qoyub xırda-xırda. Deyir ki, yox mənimdir, amma ki, tutursan da söhbəti. Sadəcə yalan danışmağı mən biraz özümə sığışdırmıram bəzi mövzularda. İnsan düz deyir, elə insan yoxdur ki, yalan danışmasın. Acı bir yerə 20 dəqiqəyə çatacaqsansa, yalan deyirsən ki, 5 dəqiqəyə çatıram, 5 dəqiqəyə çatıram. Elə şeylər olur. Amma ki, mən söhbət gedir biraz böyük yalanlar, biraz paxıllıq hissi ilə olunan yalanlar. Yəni, mən elə şeyləri sevmirəm. Nəyim varsa üzdədir. İnsan gərək aktivist olmasın. Düzdür, sakit olmağa çalış. Sakit öz dünyamdayam. Heç kimdə işim yoxdur, heç kimin ailəsində işim yoxdur. Ancaq özümlə əlləşib vuruşuram, özümü daha yaxşı hala salmağa çalışıram. Mən xoşum gəlir yaradıcı insanlardan. Nəsə yaratsın, nəsə düzəltsin. Bütün günü boşbekar insanlar əslində daha çox qeybətçil olurlar. Daha çox, nə bilim, onun bunun ailəsinə burnunu soxurlar. Söhbəti hara gətirdimi? Çalışın ki, başınızı qatmağa bir şeylər olsun. Sizin ümumiyyətlə xoşunuza gələn mövzular nələrdir? Onları da deyərsiniz mənə. Daha doğrusu bir neçə mövzu var ki, o barədə yazmışdınız mənə. Hələ də onları çəkə bilməmişəm. İnşallah o barədə söhbət edərik. Sizin bu format xoşunuza gəlirsə, belə canlı danışdığım format xoşunuza gəlirsə, onu da deyərsiniz, belə videolar çəkərəm. Çünki çox zaman mən üstündən yazıram səsi, arxada səslər olur, uşağın səsi olur, özümü də vaxt çatdıra bilmirəm. Amma belə xoşunuza gəlirsə, iş görə-görə danışmağım, deyərsiniz mənə, başlayaram belə videolar çəkməyə. Həm bu videolar mənim üçün daha asan başa gəlir, ancaq kəsib doğrayıram. Amma elə də gözləyirəm ki, uşaqlar yatsın, səsləri gəlməsin, mən orada səs yazım. Həqiqətən çətindir. Bax, yenə Ayaz gəldi, qapını açdı. Bax, oradan səs gəldi. Kimdə mövzular var, o qədər danışmaq istədiyim şeylər var. Yadımdan çıxır, istəmirəm ki, yadımdan çıxsın. Maraqlı olsa sizə belə davam edərik. Burada Julie'nin gözəlliyinə baxın. Elə sevirəm bu pendirin belə əriməyini. Burada tərəvəzlərim də pişir yavaş-yavaş. Bunlar pişsinlər. Bunun gözəlliyinə baxın. Görün nə gözəldir bu. Alınsa eləyəcəyim bundan. Bunu bilmirəm necə eləyirlər, amma alındırsam bundan eləyəcəm və başqa bir şey eləyərəm. Görüm nə eləmək olar. Kadayıfla. Baxın mənim bu həşərat oğlumun elədiyinə. Bax 2 saniyə bax. Bunu çəkdim bunun qabağından. Mənim idman alətim də burdadır da. Burada gizlətmişəm. 2 dəqiqənin içində bunu açıb, töküb, bunun qıraqlarını dişləyib, çıxardıb buna bax. Bütün dişləyib çıxarıb dayanmağına bax ona. Ədə yıxılarsan yerə, düş aşağı. Ayaz. Gəl düş aşağı. Çıxma ora, düş. Bax, bax. Hə, Lucia da gəldi. Görün nə günə qoyub bu aləti. Bu alətin burada rezinləri vardı rahat tutmağa. Allah, Allah. Ayaz. Hey. Geldim ha. Geldim ha. Ama şirin balası. Yıkılarsan ey. Hokka verme. Doğrayıblar hazır. Yudum onu geçecek içine falan. Bunları böyle keseceğim. Bazı yerlerini çıkartacağım. Ne danışırdım? O kadar mövzudan mövzuya keçirəm. Ona göre sırf yadımdan çıxdı mən nə danışırdım. Sonra danışırdım ki, nəysə gizlidən, gizli iş görən insanları sevmirəm. Niyyəti pis olan insanları sevmirəm. Fərqindəsən ki, Tanrı nəysə deyirsə, yaxşı şey üçün demir də. Və sən ol. Sevirsənsə sevirəm, sevmirsənsə sevmirsən. Salam. Nasıl o qədər mövzular var danışmağa, yadınıza gəlirsə. Hərdən bir mövzu haqqında danışırdım. Prosta belə anidən olanda adamın yadına düşmür.
Ya da ki çox belə oradan buradan danışırsan da. Bax ad gündən keçdim başqa şeyə, falan şeydən falan şeyə, ailəm deyir bir-birinə. Sırf bir dənə mövzu haqqında davamlı yadımdan çıxır. O mövzudan bu mövzuya atlanırım. Bu arada balıq sevirsiniz yeməyi. Mən məsələn balığın hər növünü çox sevirəm. Balığın qızardılmasını, unla qızardılması, düzdürlər, o biraz kanserogendir, amma yenə də çox sevirəm. Balığı unda qızardırsan, çox dadlı olur. Elə də sevirəm, soba daha xeyirlidir deyə sevirəm. Ümumiyyətlə balığı çox sevirəm. Qırmızı balıq, fərq yoxdur, hər növ balığı sevirəm. Bircə sevmədiyim o qırmızı balıqdır, qızıl balıqdır. O belə yağlı hissələri olur, hansı ki əl vurursan hiss etsən ki piydi nədir, belə bir şey var. Bir dənə o yerlərini sevmirəm o balıqları. Bu deyilsən xanı olmalıdır, səhv eləmirəmsə xanı balığı. Duyğu gəlir. Duyğu, mən maç eləmirsən, bəs? Nənə güldən gəlmirsən, məç darıxmamısan? Süfrəni düzəldərkən səsləri kəsməli oldum, çünki arxada televizorda mahnı gedir, mahnı olduqda da səs kəsilməlidir. Ona görə məcbur bu hissələri tezləşdirib mahnısız qoymalı oldum. Artıq hissə başlayıram süfrəni hazırlamağa. Ne buradadır? Otur divanda. Tural, bir dənə oynamaya kömək elə də. Bunu da aç, bunu da aç. Bundan açırsan? Bilmirəm, açılmır o. Bununla açmaz o, açır. Açmadı. Onun üçün deyil, açır. Gör nəyini açılır. Bunun bizdə açan yoxdur. Bilmirəm, o nəyini açılır. Nə qədər gəlmir yeyək. Saat 7 deyil, hocam, saat 6. 6'dır. Məsələsi üçün oturub yemək yeməmişəm mən. Konkret oruç tuturam, belə var ki, nə olur? Deyirəm, bu sənə verim də yemək. Şey yox. Saat verim sənə, saat götüreyim. Nə verim sənə? Saatdan zaten bir başımı qatım açılmasın. Yox, Kompostla sonuç götürürüm. Gel bunun adına bak. Kırmızı bir şeydir şey. Adına. Şu gelecek. Kıyar dadı geldi mi? Xeyr, daha dadlıdır ama. Ne patisonlarımız. Yaxşıdır, pisdir. Geçen. Baxın, elə pək Oradan götürmə də, süfrəyə qoyacağım axı. Yaxşı. Saat verim sənə. Hə, biraz saat ver. Bəh. Neyse, onu götür onu, o qoyacağım nədə yuxarıya qoy. Oğlum senin nefes kara nefes Görsən oldu benim. qoymur. Ay Allah, bu nedir ben nece uşaqdır. Bunların üstünə suxarki tökəcəyəm, amma gözləyirəm ki, qonaqlar gələnə yaxın eləyim. Bu bir stəl içini töküb sonra eləyim. Pişsin. Bunlar üstünü düzüm sonra yadımdan çıxır.
Teşekkür sənə. Ver, ver. Ne yaxşısına versin sənə. Burada da balıqla bizim tərəvəzlərimizdir. Onları da süfrəyə qonaq gələndən sonra qoyacağam. Bilirəm səni, ancaq bir də ben buna bak. Bunu götürün mən. Sağ olun Fatma. Gözəl. Benden Hiç niye de yeme. verdi abi? Ne niye de? Ne için çok istiyorsun? Hoş şey tabii ki. Muz Ne istiyor. şey? Musun kapağını. Neresi bunca indi sen nenesi? Nenesi bunca insin eline. Çek abi. Çəkilə. Qayda yolanda ne dedi? Qazı şov. Hoş gəlibsiniz. Hmm. Səfa gətiribsiniz. Siz Həmişə siz gələsiniz. Of, yeşim əycindən bir dənə gül dər gəlir götürür. Həmən gül ver be dağıdan Ha, gözüm. gülü tutub əlində. Atasına həcə böldürüm. Hə. Ayaş. Duyğu. Hadi. Tort. Şokoladlı, şokolad. Siz chocolate. Yaşdadır. Bu nəsə oxuyur başqa dildə, bax yolda çeyirirdi. Did you like my wallet? This is my card. Yes, my salary card. Yes, you can see. You can look at it. You can pull. Up. Is it good? Did you like it? So, you can put them back. Mommy bought me a new wallet. Dur, xoşuma gəldi. Qəşəngdir. Mommy bought it to my birthday. Ne güzel hediye. Günüdə. He. Baxdın? Hə. Baxdın üstündə kimin əlləri var? Kimdir onlar? This is Duygu. This is Ayaz. This is Daddy. Daddy's hand. Duygu's punch. Daddy's punch. Benim pancım da bu. Sən pançındır. Benim pancım o da benim pancım. Bəs o biri? Bu pancım. Aferin bak. Duygu'sun punch'ı. Duygu's punch. Ayaz's punch. Daddy's punch. Sen pancsan ben de. He. Ayaz'ın da punch'ı.